Hörmətli müəllimlər, hər birinizi salamlayırıq. Bugünkü təlimimizdə gigiyena qaydaları və təhlükəsiz öyrədici mühit mövzusunda təqdimat edəcəyik. Məktəbəqədər yaş dövrü bilirsiniz ki, uşağın həyatında ən vacib inkişaf mərhələsidir. Əlbəttə ki, bu yaşlarda uşaqlarda sağlam həyat tərzi, təmizlik vərdişləri və təhlükəsizlik davranış qaydaları formalaşmağa başlayır. Buna görə də bağçada yaradılan mühit yalnız təlim verməklə kifayətlənməməlidir. Eyni zamanda uşağın sağlamlığını qoruyan və onun təhlükəsizliyini təmin edən bir mühit olmalıdır. Gigiyena qaydalarına riayət olunması uşaqları müxtəlif yoluxucu xəstəliklərdən qoruyur. Eyni zamanda onların fiziki inkişafına müsbət təsir göstərir və təbii ki, bu da gündəlik həyatlarında düzgün vərdiş qazanmalarına kömək edir. Digər vacib məsələ təhlükəsiz mühit məsələsidir. Təhlükəsiz öyrədici mühit məsələsidir. Uşaq özünü təhlükəsiz hiss etdikdə daha rahat öyrənir. Sərbəst fəaliyyət göstərir və sosial bacarıqları daha yaxşı inkişaf edir. Buna görə məktəbəqədər təhsil müəssisəsində hər bir detal, otaqların təmizliyi olsun, istifadə olunan avadanlıqlar olsun, oyuncaqlar, hətta gündəlik rejim belə uşaqların sağlamlığı və təhlükəsizliyini nəzərə alaraq təşkil olunmalıdır. Bu təqdimatda biz gigiyena anlayışı, şəxsi gigiyena qaydaları, sanitariya normaları, ilkin yardım, eləcə də təhlükəsiz öyrədici mühitin daha doğrusu yaradılması ilə bağlı əsas məsələlər barəsində fikir mübadiləsi aparacağıq. Slaydda gördüyünüz kimi gigiyena anlayışlarını burada deməli nəzər salınır. Ümumiyyətlə gigiyena dedikdə insan sağlamlığının qorunmasına xidmət edən və xəstəliklərin qarşısını almağı öyrənən tibbi bir profilaktik elm nəzərdə tutulur. O, ətraf mühitin insan orqanizminə təsirini araşdırır və sağlam həyat şəraitinin yaradılması üçün müxtəlif qaydalar müəyyən edir. Məktəbəqədər təhsil müəssisəsində isə gigiyena yalnız xəstəliklərdən qorunmaq demək deyil. Burada gigiyena uşağın təlim tərbiyəsinin ayrılmaz hissəsi hesab olunur. Çünki təmiz və sağlam mühit uşağın fiziki inkişafı ilə yanaşı, onun əqli və sosial emosional inkişafına da müsbət təsirini göstərir. Qanunvericilikdə də qeyd olunur ki, məktəbəqədər təhsil uşaqlarda ilkin bilik, bacarıq və vərdişlərin formalaşdırılması prosesidir. Bu baxımdan şəxsi gigiyena uşağın gündəlik həyatının vacib hissəsinə çevrilməlidir. Buraya əllərin yuyulmasıdır, bədənin təmiz saxlanılmasıdır, geyiminin səliqəli olmasıdır və eyni zamanda ətraf mühitə qayğı ilə yanaşması daxildir. Burada tərbiyəçi müəllimin rolu xüsusilə böyükdür. Müəllim sadəcə qaydanı deməklə kifayətlənməməli, özü də nümunə olmalı və uşaqlarda bu davranışları gündəlik vərdişə çevirməlidir. Uşaqlar əsasən gördüklərini təkrarladıqları üçün müəllimin şəxsi nümunəsi onların gigiyenik davranışlarının formalaşmasına birbaşa təsir göstərir. Eyni zamanda gigiyenik vərdişlər uşağın yaşına uyğun şəkildə formalaşdırılır. Körpə yaş qrupunda müəllim daha çox kömək edir və uşaqlar böyükləri təqlid edərək öyrənirlər. Orta qrupda deyək ki, uşaqlar artıq əllərini müstəqil yumağı və şəxsi təmizlik qaydalarına əməl etməyi bacarırlar. Böyük və məktəbə hazırlıq qruplarında isə bu davranışlar artıq şüurlu şəkildə vərdişə çevrilir və uşaqlar təkcə nə etməli olduqlarını deyil, eyni zamanda bunu niyə etdiklərini də başa düşməyi öyrənirlər. Bu isə gələcəkdə artıq sağlam həyat tərzinin əsasının qoyulmasına kömək edir. Keçid alırıq digər slaydımıza, şəxsi gigiyena və gigiyenik vərdişlərin formalaşdırılmasına bağlı olan mövzu. Burada uşaqlarda şəxsi gigiyena vərdişlərinin necə formalaşdırılmasından danışacağıq. Məktəbəqədər yaş dövrü, yəni təxminən 1 yaşdan 6 yaşa qədər olan mərhələ uşaqların yeni vərdişləri ən sürətli mənimsədiyi dövrdür. Bunun əsas səbəbi onların sinir sisteminin yüksək plastikliyidir. Yəni, bu yaşlarda öyrənilən davranışlar zamanla gündəlik həyat rutininə çevrilir. Yəni, gündəlik həyatın ayrılmaz tərkib hissəsi olur. Məhz buna görə də gigiyena qaydalarının öyrədilməsinə erkən yaşlardan başlanılması çox vacib amildir. Burada ən böyük məsuliyyət isə tərbiyəçi müəllimin üzərinə düşür.
Müəllim uşaqlara sadəcə əllərini yuyun deməklə kifayətlənməməli. O, həmçinin hər bir uşağın yaşını, fizioloji, psixoloji xüsusiyyətləri nəzərə alaraq bu vərdişləri mərhələli şəkildə formalaşdırmalıdır. Çünki 2 yaşlı uşaqla 5 yaşlı uşağın bacarığı və məsuliyyəti hissi eyni olmur. Slaytda da gördüyünüz kimi hər yaş qrupunda gözlənilən gigiyenik bacarıqlar fərqlidir. Körpələr qrupunda deyək ki, uşaqlar əsasən böyükləri təqlid edirlər. Müəllim onların əllərini yumağa kömək edir. Dəsmaldan necə istifadə etməyi göstərir və şəxsi təmizliyə demək maraq oyadır. Kiçik qrupda, yəni uşaqlar artıq müəllimin dəstəyi ilə əllərini sabunla yumağa başlayırlar. Yeməkdən sonra ağızlarını deyək ki, yaxalamağı öyrənirlər və gigiyena qaydalarını tədricən mənimsəyirlər. Yəni söhbət burada 2-3 yaşdan gedir. Orta qrupda bilirsiniz, yəni 3-4 yaşda uşaqlar bu bacarıqları daha müstəqil şəkildə öyrənirlər. Onlar əllərini düzgün yuyur, ağız və diş gigiyenasına diqqət yetirir, geyimlərini səliqəli saxlamağa çalışırlar. Sonra deyək ki, artıq biz orta qrupdan danışdıq. İndi gedək böyük qrupa. Böyük qrupda, yəni 4-5 yaşda deyək ki, artıq burada uşaqlar gigiyenik qaydalara şuurlu şəkildə əməl edirlər. Yəni gigiyenik vasitələrdən düzgün istifadə edir qeyd olunduğu kimi və bu gigiyenik vasitədən düzgün istifadə də əlbəttə ki, artıq gündəlik davranışa çevrilir. Yəni uşaq təkcə qaydaları yerinə yetirmir, həm də onların deməli sağlamlığı üçün niyə vacib olduğunu başa düşür və hətta digər uşaqlara da nümunə olmağa başlayır. Bu həmçinin deməli məktəb hazırlıq qrupunda isə artıq təkmilləşmə prosesinə doğru gedir. Yəni böyük qrupda o yaranan vərdişlər artıq məktəbə hazırlıq qrupunda, yəni 5-6 yaşlarda artıq gigiyena qaydalarına riayət olsun, gigiyena vərdişləri olsun, bunlar hamısı artıq təkmilləşir. Burada diqqət çəkən başqa bir məqam ondan ibarətdir ki, məktəbə qədər təhsilin dövlət standartında, yəni fiziki inkişaf, sağlamlıq, təhlükəsizlik əsas istiqamətlərdən biri kimi müəyyən olunub. Bu nəticələr isə bir dəfə deyil, hər gün təkrarlanan gigiyenik vərdişlər vasitəsilə əldə edilir. Yəni əl yumaq olsun, dişlərə qulluq etmək və təmizliyə riayət etmək uşaqlar üçün məcburi tapşırıq deyil, gündəlik həyatın adi bir hissəsinə çevrilməlidir. Nəticə olaraq qənaətə gələ bilərik ki, uşaqlarda gigiyenik vərdişlərin düzgün formalaşdırılması onların yalnız bugünkü sağlamlığına deyil, gələcək həyat tərzinə də birbaşa təsir göstərir. Digər slaydımızda burada məktəbəqədər yaşlı uşaqlarda gigiyenik sferaların şaxələndirilmiş təhlilindən söhbət gedir. Yəni bu slaydda məktəbəqədər təhsil müəssisəsində gigiyenik tərbiyənin əsas istiqamətləri haqqında məlumat veririk. Gigiyenik tərbiyə dedikdə yalnız əllərin sabunla yəni yuyulması məsələsi deyil. Əslində o bir-biri ilə əlaqəli olan bir neçə sahəni əhatə edir. Burada əl gigiyenası var, sonra ağız və diş gigiyenası var, qidalanma gigiyenası var, geyim gigiyenası var, həmçinin yuxu və istirahət gigiyenası var. Bu sahələrin hər biri uşağın sağlam inkişafında xüsusi rol oynayır. Birinci və ən vacib istiqamətlərdən biri əl gigiyenasıdır. Əllərin düzgün yuyulması, yoluxucu xəstəliklərin qarşısını almağın ən sadə, eyni zamanda ən təsirli üsullarından hesab olunur. Uşaqlara əvvəlcə deməli əllərini islatmaq, sonra sabunla yumaq, ovuc içini, əlinin arxasını, sonra barmaq aralarını və dırnaq diblərini təxminən 20 saniyə ərzində yumaq öyrədilməlidir. Daha sonra isə əllər su ilə yaxalanmalıdır və fərdi dəsmalla qurudulmalıdır. Yəni bunlar gigiyenik təbii ki, qaydaların ilkin şərtləridir. Sağ tərəfdə göstərilən hissədə isə əl gigiyenasının 5 kritik anı qeyd olunur, gördüyünüz kimi. Bunlar qrup otağına daxil olduqda, yeməkdən əvvəl, sonra ayaq yoluna getmədən sonra, gəzintidən və ya qumla oynadıqdan sonra, həmçinin asqırdıqda və ya burun sildikdən sonra deməli olan proseslərdir və bu qaydalara davam etməli olan uşaqlar mütləq, yəni bu prosesləri keçən uşaqlar, bu proseslərə davamlı olan uşaqlar mütləq gigiyena vərdişini özlərində möhkəmləndirməlidirlər. Yəni hər bir uşaq təbii ki, bu proseslərdən keçir və hər bir proses baş verdikcə bu deməli gigiyena vərdişinə də uşaq alışmalıdır. İkinci istiqamət ağız və diş gigiyenasıdır. Uşaqlarda diş çürüməsinin qarşısını almaq üçün yeməkdən sonra ağızın yaxalanması və yaşa uyğun şəkildə dişlərin düzgün fırçalanması öyrədilməlidir.
Üçüncü istiqamətimiz birisi qidalanma gigiyenasıdır. Ekranda gördüyünüz kimi. Burada yalnız sağlam qidalanma deyil, həm də süfrə mədəniyyətinin formalaşdırılması nəzərdə tutulur. Uşaqlar yeməkdən əvvəl əllərini yumalı, yemək zamanı düzgün oturmalı, qaşıq və çəngəldən necə düzgün istifadə etməli olduqları və yeməyi tələsmədən qəbul etmələri öyrədilir. Dördüncü istiqamətimiz geyim gigiyenasıdır. Uşağın geyimi mövsümə uyğun seçilməlidir, təbii materiallardan hazırlanmalıdır və onun rahat hərəkət etməsinə mane olmamalıdır. Həmçinin uşaqlara geyimlərini sərbəst şəkildə yerləşdirmək vərdişi də aşılanmalıdır. Beşinci istiqamət, elə hesab edirəm ki, bu istiqamət çox mühüm bir istiqamətdir. Bu, yuxu və istirahət gigiyenasıdır. Məktəbqədər yaş dövründə gündüz yuxusu uşağın sinir sisteminin bərpası və normal inkişaf üçün vacibdir. Bunun üçün yataq otaqları mütəmadi havalandırılmalıdır. Oksigenlə, təmiz hava ilə təmin olunmalıdır. Yataq dəstələri təmiz, fərdi olmalıdır. Otaqda sakit mühit mütləq ki, yaradılmalıdır. Bu artıq prosesləri belə incələdikdən sonra qənaətə gəlmək olar ki, bu 5 istiqamət birlikdə uşağın sağlamlığının qorunmasına, onun düzgün həyat vərdişlərinin formalaşmasına və hərtərəfli inkişafına birbaşa xidmət edir. Məktəbəqədər təhsil müəssisəsində gigiyenik tərbiyə sistemli şəkildə təşkil olunduqda uşaqlar bu davranışları gələcək həyatlarında davam etdirirlər və təbii ki, gələcək üçün də çox mühüm bir başlanğıca çevrilir. Növbəti slaytımıza keçid edirik. Burada gördüyünüz kimi məktəbəqədər təhsil müəssisələrində ilkin yardım anlayışı və əsas prinsipləri barəsində məlumat verilir. İlkin yardım dedikdə qəfil xəstəlik, deyək ki, zədə və ya bədbəxt hadisə baş verdiyi zaman tibb işçiləri hadisə yerinə çatana qədər zərər çəkən şəxsə göstərilən ilkin təxirəsalınmaz yardım nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisəsində bunun əsas məqsədi uşağın həyatını qorumaq, vəziyyətinin ağırlaşmasının qarşısını almaq və peşəkar tibbi yardım gəlinə qədər düzgün tədbirlərin görülməsi olmalıdır. Burada qeyd etmək lazımdır ki, və eyni zamanda mühümdür ki, tərbiyəçi müəllim həkim olmasa da fövqəladə vəziyyət zamanı ilk düzgün addımları atmağı bacarmalıdır. Çünki belə hallarda ilk bir neçə dəqiqə çox mühüm əhəmiyyət daşıyır və bəzən məhz həmin vaxt görülən tədbirlər uşağın sağlamlığını və hətta həyatını xilas edə bilər. Slaytda ilkin yardımın əsas prinsipləri göstərilir. İlk növbədə hadisə yerinə təhlükəsiz olduğuna əmin olmaq, yəni hadisə yerinin belə deyək də təhlükəsiz olduğunun əminliyi sizdə yaranmalıdır. Əgər ətraf mühit təhlükəlidirsə, əvvəlcə həmin risk aradan qaldırılmalıdır. Daha sonra isə vəziyyət qiymətləndirilməli və ehtiyac yaranarsa, dərhal 103 təcili tibbi yardım xidmətinə məlumat verilməlidir. Telefon danışığında uşağın yaşı, hadisənin baş verdiyi yer və xəsarətin növü aydın şəkildə bildirilməlidir. Bununla yanaşı, bundan əlavə müəllim uşağa zərər vermədən ilkin yardımı göstərməli, eyni zamanda uşağı sakitləşdirməkdə belə deyək, artıq öncül tədbir həyata keçirməlidir. Çünki qorxu və təşviş vəziyyəti daha da ağırlaşdıra bilər. Digər uşaqların təhlükəsizliyi də unudulmamalıdır və lazım gəlsə onlar hadisə yerindən uzaqlaşdırılmalıdır. Sağ tərəfdə isə məktəbəqədər müəssisələrdə daha çox rast gəlinən xəsarətlər və onlara uyğun ilk yardım, yəni daha doğrusu ilkin yardım tədbirləri göstərilir. Məsələn, sıyrıq və ya kiçik kəsik zamanı yara əvvəlcə təmiz su ilə yuyulur, bilirsiniz ki, antiseptiklə təmizlənir və steril, deyək ki, sarğıyla üzərinə qoyulmaqla bu iş davam edir. Əgər burun qanaxması zamanı uşağı oturtmaq, başını bir qədər irəli əymək və burun pərlərinə təxminən 5-10 dəqiqə sıxmaq, bu artıq düzgün bir qaydadır. Yəni ilkin tibbi yardım qaydasıdır. Ən çox edilən səhvlərdən biri başı geriyə əyməkdir ki, bu əlbəttə ki, düzgün hesab olunmur. Yanıq zamanı zədələnmiş nahiyə dərhal soyuq axar su altında saxlanılmalıdır. Yağ, diş macunu və ya başqa vasitələrin çəkilməsi düzgün olmaz. Boğulma təhlükəsi yaranarsa, yəni uşaq öskürə bilirsə, öskürməyə davam etməsi təşviq olunmalıdır. Əgər nəfəs ala bilmirsə və vəziyyət ağırdırsa, uyğun ilkin yardım tədbirləri görülməli və təcili yardım çağırılmalıdır. Sınıq və burxulma zamanı nə etmək lazımdır? Zədələnmiş nahiyə hərəkətsiz saxlanılmalıdır. Soyuq kompres tətbiq olunmalıdır və uşaq mümkün qədər tərpədilməməlidir.
Yekun olaraq deyə bilərik ki, məktəbəqədər təhsil müəssisəsində çalışan hər bir tərbiyəçi müəllim ilkin yardımın əsas prinsiplərini bilməlidir. Fövqəladə vəziyyətlərdə panikaya düşmədən sakit və ardıcıl şəkildə hərəkət etməlidir. Bu uşaqların təhlükəsizliyinin təmin olunmasının ən vacib şərtlərindən biridir. Sonra digər slaydımızda biz xarici öyrədici mühitdə təhlükəsizliyin təmin edilməsindən danışacağıq. Burada uşaqların açıq havada olduqları zaman təhlükəsizliyin necə təmin edilməsindən bəhs olunacaqdır. Xarici öyrədici mühit dedikdə oyun meydançalarıdır, sonra gəzinti sahələridir, yaşıllıq zonalarıdır və uşaqların açıq havada vaxt keçirdikləri bütün ərazilər nəzərdə tutulur. Bu mühit uşaqların fiziki inkişafı, hərəkət bacarıqları və sağlamlığı üçün olduqca vacibdir. Lakin eyni zamanda burada müxtəlif risklər yarana bildiyi üçün təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Slaydın sol hissəsində görürsünüz ki, xarici mühitin rast gəlinə biləcək əsas təhlükələri göstərilir. Bunlara hündürlükdən yıxılma, iti və kəsici əşyalarla xəsarət alma, oyun avadanlıqlarının sınması və ya aşması, zəhərli bitkilər və həşəratlarla təmas ola bilər. Eləcə də uşaqların nəzarətsiz şəkildə qaçması və ya bir-biri ilə toqquşması daxildir. Bu risklər əvvəlcədən müəyyən edilməli və onların qarşısını almaq üçün profilaktik tədbirlər mütləq görülməlidir. Görürsünüz ki, mərkəzdə isə xarici mühit üçün tələblər qoyulub. İlk növbədə gəzinti sahəsi tam hasarlanmalı və giriş-çıxış qapıları etibarlı şəkildə bağlanmalıdır. Oyun avadanlıqları möhkəm, saz vəziyyətdə olmalı və mütəmadi yoxlanılmalıdır. Sahədə çala-çuxur, deyək ki, şüşə qırıntısı, iti daşlar və digər təhlükələr, yəni təhlükəli vəziyyət olarsa, əşyalar olarsa, onlar hamısı oradan deməli götürülməlidir. Bundan əlavə, yay aylarında uşaqların günəşdən qorunması üçün də kölgəliklər yaradılmalıdır, oturacaqlar və içməli su ilə təmin olunma mütləq həyata keçirilməlidir. Uşaqların geyimi də hava şəraitinə uyğun seçilməli, onların rahat hərəkət etməsinə mane olunmalıdır. Burada tərbiyəçi müəllimin rolu yenə də çox vacibdir. Gəzinti zamanı müəllim uşaqlara daim nəzarətdə saxlamalı, onların təhlükəsizlik qaydalarına əməl etməsinə diqqət yetirməli və mümkün riskləri əvvəlcədən qiymətləndirməlidir. Əgər hər hansı avadanlıq nasazırsa və ya təhlükə yaradırsa, onun istifadəsinə dərhal məhdudiyyət qoyulmalıdır. Sağ tərəfdə göstərilən şəkillər də deməli təhlükəsiz oyun mühitinin necə təşkil olunmalı olduğunu nümayiş etdirir. Hasarlanmış oyun meydançası, möhkəm oyun avadanlıqları, sonra təmiz və səliqəli yaşıllıq sahələri olsun, kölgəliklər olsun, müəllim nəzarəti və içməli suyun əlçatan olması da uşaqlar üçün təhlükəsiz və sağlam mühitin əsas göstəriciləridir. Beləliklə, xarici öyrədici mühit yalnız uşaqların oyun oynadığı bir məkan olmamalıdır. Bununla yanaşı düzgün təşkil olunduqda bu onların, yəni belə bir mühit onların fiziki inkişafını, yəni uşaqların fiziki inkişafını, sosial bacarıqlarını, təbiətə marağını və sağlam həyat tərzini dəstəkləyən təhlükəsiz inkişaf məkanına çevrilməlidir. Məhz buna görə də hər bir tərbiyəçi gəzinti və açıq hava fəaliyyətlərindən əvvəl mühiti diqqətlə yoxlamalıdır və uşaqların təhlükəsizliyini daim nəzarətdə saxlamalıdır. Sonra gündəlik fəaliyyət zamanı təhlükəsizliyin təmin olunması məsələsi var. Burada məktəbəqədər təhsil müəssisəsində deməli uşaqların gün ərzində həyata keçirdikləri bütün fəaliyyətlər zamanı təhlükəsizliyin necə qorunmasından bəhs olunur. Bildirmək lazımdır ki, təhlükəsizlik yalnız oyun saatında və ya gəzinti zamanı lazım deyil. Uşaqların gün ərzində etdiyi hər bir fəaliyyət, dərs olsun, oyun, deyək ki, yemək zamanı, istirahət və hətta otaq daxilində hərəkət etməsi belə təhlükəsizlik baxımından düzgün təşkil olunmalıdır. Çünki təhlükəsiz mühit yaradılmadan keyfiyyətli təlim-tərbiyə prosesini həyata keçirmək mümkün deyil. Slaydın sol hissəsində gündəlik fəaliyyət zamanı diqqət yetirilməli olan əsas istiqamətlər göstərilir. Birinci istiqamət fiziki təhlükəsizlikdir. Bunun məqsədi uşaqların hərəkət zamanı zədə almalarının qarşısını almaq, eyni zamanda bunun üçün istifadə olunan mebel və avadanlıqların sağlam olması, iti və ya təhlükəli əşyaların uşaqlardan uzaq yerdə saxlanılmasının vacib olduğunu burada qeyd etmək lazımdır. İkinci istiqamət epidemioloji
təhlükəsizlikdir. Yəni xəstəliklərin yayılmasının qarşısını almaq üçün gigiyena qaydalarına riayət edilməli, otaqlar mütəmadi dezinfeksiya olunmalı və təmiz saxlanılmalıdır. Bu xüsusilə məktəbəqədər yaşlı uşaqlar üçün çox vacibdir, çünki onların immun sistemi hələ tam formalaşmayıb. Növbəti istiqamət yanğın təhlükəsizliyidir. Müəssisədə yanğın zamanı istifadə ediləcək avadanlıqlar işlək vəziyyətdə olmalı. Əməkdaşlar təhlükəsizlik qaydalarını mütləq bilməli və təxliyə planları əvvəlcədən hazırlanmalıdır. Digər vacib məsələ isə təxirə salınmaz təxliyə qaydalarıdır. Hər hansı fövqəladə vəziyyət baş verərsə, uşaqlar təşviş yaratmadan əvvəlcə müəyyən edilmiş marşrut üzrə təhlükəsiz əraziyə çıxarılmalıdır. Bunun üçün müəssisədə vaxtaşırı təlimlər və məşqlər keçirilməsi də tövsiyə olunur. Burada gündəlik nəzarət və profilaktika xüsusi yer tutur. Tərbiyəçi hər gün fəaliyyətə başlamadan əvvəl otaqları, sonra oyuncaqları, avadanlıqları və ümumi mühiti mütləq yoxlamalıdır. Hər hansı nasazlıq və ya təhlükə aşkar edildikdə dərhal aradan qaldırılması üçün mütləq tədbirlər görməlidir. Belə yanaşma baş verə biləcək hadisələrin qarşısını əlbəttə ki, almağa birbaşa kömək edir. Slaydın sağ tərəfində təhlükəsiz mühit üçün görülməsi vacib olan tədbirlər də əks olunub. Buraya otaqların təmizliyidir, havalandırılmasıdır, təhlükəsiz oyun avadanlıqlarıdır, müəssisə ərazisinin nəzarətdə saxlanılması məsələsidir, ilkin yardım vasitələrinin hazır vəziyyətdə olması, sonra uşaqlarda təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və təxliyə planlarının da əlbəttə ki, mütəmadi yoxlanılması bu prosesə daxildir. Deyə bilərik ki, təhlükəsiz sistem, təhlükəsizlik ümumiyyətlə təsadüf nəticəsində yaranmır. O, hər gün görülən nəzarət, düzgün təşkilatçılıq və profilaktik, yəni öncədən görülən tədbirlər sayəsində təmin edilir. Tərbiyəçi müəllimin diqqətli və məsuliyyətli fəaliyyəti uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsində əlbəttə ki, müstəsna rol oynayır. Sonraki slaydımıza baxırıq. Burada daxili öyrədici mühitdə təhlükəsizliyin təmin edilməsi məsələsi yer alır. Yəni, daxili öyrədici mühit dedikdə əlbəttə ki, qrup otaqlarıdır, yataq otaqlarıdır, yeməkxanadır, sanitar qovşaqlarıdır, dəhlizlər və uşaqların gün ərzində istifadə etdikləri bütün daxili məkanlar nəzərdə tutulur. Uşaqların vaxtlarının ümumiyyətlə böyük hissəsi məhz bu mühitdə keçirdikləri üçün, yəni uşaqlar vaxtlarının mühüm hissəsini bu məkanlarda keçirdikləri üçün burada təhlükəsizlik qaydalarına ciddi riayət olunması vacibdir. Slaydın sol hissəsində gördüyünüz kimi daxili mühitdə rast gəlinə biləcək əsas təhlükə mənbələri göstərilir. Bunlardan birincisi fiziki təhlükələrdir, yəni sürüşkən döşəmələr, iti və kəsici əşyalar, nasaz elektrik avadanlıqları olsun və sınmış mebellər uşaqlar üçün ciddi risk yarada bilər. İkinci təhlükə bioloji təhlükələrdir. Gigiyena qaydalarına əməl olmadıqda mikroblar sürətlə yayılar və yoluxucu xəstəliklər baş verə bilər. Buna görə də otaqların təmizliyi və dezinfeksiyası müntəzəm aparılmalıdır. Kimyəvi təhlükələr də diqqətdən kənarda qalmamalıdır. Təmizlik və dezinfeksiya vasitələri uşaqların əli çatmayan xüsusi şkaflarda saxlanılmalı və onlardan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Bununla yanaşı, yanğın təhlükəsi və psixoloji təhlükələr də daxili mühitdə nəzərə alınmalıdır. Elektrik avadanlıqlarından düzgün istifadə edilməməsi, məsələn, yanğın riskini artıra bilər. Psixoloji baxımdan isə uşaqlara qarşı kobud münasibət, qorxu yaratmaq və ya laqeyd davranmaq emosional inkişafa əlbəttə ki, mənfi təsir göstərər. Slaydın orta hissəsində isə görürsünüz ki, daxili mühit üçün tələblər göstərilib. Otaqlar geniş, işıqlı, təmiz və yaxşı havalandırılan olmalıdır. Elektrik prizləri qoruyucu qapaqlarla bağlanmalıdır. Naqillər uşaqların əli çatmayan yerlərdə yerləşdirilməlidir. Mebel uşağın yaşına uyğun seçilməlidir. Möhkəm və küncləri yumrulmalıdır. İlkin yardım ləvazimatları isə əlçatan, lakin təhlükəsiz yerdə saxlanılmalıdır. Temperatur və rütubət də sanitariya normalarına uyğun şəkildə qorunmalıdır. Sağ tərəfdə isə görürsünüz ki, təhlükəsiz daxili mühitin nümunələri düzgün təşkil edilmiş
qrup otağı, yataq otağı, yeməkxana, sanitar qovşaqlar, təhlükəsiz dəhlizlər və xüsusi şkaflarda saxlanılan təhlükəli maddələr göstərilir. Bu nümunələr daxili mühitin necə təşkil edilməli olduğunu əyani şəkildə izah edir. Qeyd etmək istərdim ki, daxili öyrədici mühitdə təhlükəsizlik yalnız texniki qaydaların yerinə yetirilməsi ilə məhdudlaşmır. Ən vacib məsələlərdən biri uşaqlarda təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasıdır. Tərbiyəçi müəllim gündəlik fəaliyyət zamanı uşaqlara sadə və anlaşılan qaydaları davamlı şəkildə öyrətməlidir. Mümkün riskləri əvvəlcədən müəyyənləşdirərək onların qarşısını alan şəxs olmalıdır. Belə olduqda həm sağlam, həm də təhlükəsiz təlim mühiti yaratmaq mümkün olur. Sonra təhlükə və fövqəladə hallarda davranış alqoritmi əlbəttə ki var. Məktəbəqədər təhsil müəssisəsində hər bir əməkdaş bilməlidir ki, fövqəladə hadisə baş verən zaman ən vacib məsələ panikaya düşməmək və əvvəlcədən müəyyən olunmuş davranış alqoritminə uyğun hərəkət etməlidir. Çünki belə hallarda düzgün qərar vermək uşaqların həyat və sağlamlığının qorunmasında həlledici rol oynayır. Slaydın sol hissəsində təhlükə haqqında xəbərdarlıq nişanları göstərilib. Bunlara təxliyə çıxışı, yanğınsöndürən vasitələrin yeri, yanğın siqnalı, elektrik təhlükəsi, sonra sürüşkən səthdir, ilk yardım məntəqəsi və toplanış yeri kimi nişanlar daxildir. Bu nişanlar müəssisənin müxtəlif hissələrində, yəni şərt deyil, bunların mən dediklərinin hamısı bir yadda saxlayasınız. Yəni ümumilikdə bu nişanların daxil olduğunu bilməlisiniz. Bu nişanları müəssisənin müxtəlif hissələrində görünən yerlərdə yerləşdirilməlidir. Uşaqlara isə onların mənası yaş səviyyələrinə uyğun şəkildə izah edilməlidir. Yəni nə mənə deyirəm bunların adını? Yəni onları bir-bir yadda saxlamaq ehtiyacı yoxdur. Və onların adları gələndə siz artıq biləcəksiniz ki, bu təhlükəsiz mühitin formalaşması üçün məhz bunlar lazımdır. Və belə olduqda uşaqlar fövqəladə vəziyyət zamanı hara getməli olduqlarını və hansı qaydada əməl etməli olduqlarını daha asan anlayırlar. Slaydın mərkəzində görürsünüz ki, müxtəlif fövqəladə hallar zamanı davranış alqoritmi təqdim olunur. Məsələn, yanğın baş verdikdə ilk növbədə sakitliyi qorumaq lazımdır. Davranış alqoritmi isə, yəni hadisələrin burada davranışın bir-birini izləməsinin məsələsi nəzərdə tutulur. Yəni daha sonra yanğın siqnalı aktivləşdirilir, 112 xidmətinə məlumat verilir və uşaqlar əvvəlcədən hazırlanmış təxliyə planına uyğun şəkildə təhlükəsiz əraziyə çıxarılır. Yəni yanğın baş verirsə ilk növbədə sakitliyi qorursunuz, yəni panika olmaz. Daha sonra yanğın siqnalı aktivləşdirilir. Artıq bildirilir ki, yanğın var. Sonra 112 xidmətinə məlumat verilir və uşaqlar əvvəlcədən hazırlanmış təxliyə planına uyğun şəkildə təhlükəsiz əraziyə çıxarılır. Otaq tərk edilərkən və qapıları bağlanması lazımdır ki, alovun yayılması ləngidilsin. Əgər uşaq zədələnibsə, əvvəlcə vəziyyət qiymətləndirilməlidir, ilkin tibbi yardım göstərilməlidir. Ehtiyat olduqda isə yenə təbii ki, 103 təcili tibbi yardım xidmətinə müraciət olunmalıdır. Və daha sonra da əlbəttə valideynə dərhal məlumat verilməlidir. Uşaq qəfil özünü pis hiss etdikdə eyni ardıcıllıq yenə burada qorunmalıdır. Uşaq rahat vəziyyətdə yerləşdirilməli, vəziyyəti müşahidə olunmalı, zərurət yaranarsa təcili tibbi yardım çağırılmalı və valideyn məlumatlandırılmalıdır. Su, sonra qaz və elektrik kəsilməsi kimi hallar baş verdikdə isə uşaqlar təhlükəsiz yerə toplanmalı, aidiyyatı qurumlara məlumat verilməli və uşaqların təşvik keçirməməsi üçün, yəni həmin su, qazın nə mənada kəsilməsi, yəni hadisə baş verdiyi zaman uşaqların təşvik keçirməməsi üçün vəziyyət onlara sakit şəkildə izah olunmalıdır. Təbii fəlakətlər zamanı isə əvvəlcədən müəyyən edilmiş təhlükəsiz əraziyə təxliyə həyata keçirilir və uşaqlar təhlükə tam aradan qalxana qədər nəzarətdə saxlanılır. Sağ tərəfdə isə ekranın ilkin yardım çantasının tərkibi göstərilib. Hər bir məktəbəqədər təhsil müəssisəsində tam komplektləşdirilmiş ilkin yardım çantası olmalıdır. Buraya steril sarğılardır, yapışqan plasterlardır, antiseptik məhlullardır, dezinfeksiya edici salfetlər olsun, termometrdir, sonra qayçıdır, pinsetdir, birdəfəlik əlcəklərdir, yəni bir dəfə istifadə olunan əlcəklər, o mənada bir dəfəlik və soyuq kompres paketləri daxildir. Yəni hər hansı bir zədə olduqda ora soyuq kompres qoyması üçün
paketlər daxildir. Eyni zamanda bu vasitələrin istifadə müddəti mütəmadi yoxlanılmalı və vaxtı keçmiş ləvazimatlar əlbəttə ki, yenisi ilə əvəz olunmalıdır. Beləliklə, fövqəladə vəziyyətlərdə ən vacib prinsip uşaqların həyatını və təhlükəsizliyini hər şeydən üstün tutan bir sistem olmalıdır. Bunun üçün həm əməkdaşlığın deməli olması mühümdür. Yəni mütləq burada bu prosesə əməkdaşlar hamısı birlikdə hazırlıqlı olmalıdır. Həm də müəssisədə lazımi avadanlıqların daim hazır vəziyyətdə saxlanılması burada mühüm yerə sahibdir. Sonra biz deməli təhlükəsizliyin təmini üzrə idarəetmə, nəzarət və əməkdaşlıq məsələlərinə burada baxacağıq bu slaydda. Yəni burada bu proseslə bağlı yekun hissədir. Ondan sonra təbii ki, biz yenə keçəcəyik video slaydımıza hər dəfəki kimi ənənəvi formatda. Bu hissədə təhlükəsiz mühitin davamlı şəkildə necə qorunmasından danışacağıq. Təhlükəsiz öyrədici mühit yalnız bir nəfərin işi deyil. Bu proses düzgün idarə etmənin, davamlı nəzarətin və bütün iştirakçıların əməkdaşlıq əsasında həyata keçirilən bir prosesdir. Məktəbəqədər təhsil müəssisəsində rəhbərlik, tərbiyəçi müəllimlər, digər əməkdaşlar və valideynlər eyni məqsəd naminə birlikdə fəaliyyət göstərməlidirlər. Məqsəd isə uşaqlar üçün sağlam və təhlükəsiz inkişaf mühitinin yaradılmasıdır. Slaydın sol hissəsində görürsünüz ki, idarəetmə və məsuliyyət bölməsi göstərilib. Yəni müəssisə rəhbəri təhlükəsiz sistemin və yaxud da təhlükəsizlik siyasətinin hazırlanmasına və icrasına cavabdeh şəxsdir. Tərbiyəçi müəllimlər və digər həmkar işçilər təhlükəsizlik qaydalarına əməl etməlidir, uşaqlara nümunə olmalıdır və bu qaydaları gündəlik fəaliyyətlərində tətbiq etməlidirlər. Əslində, uşaqların təhlükəsizliyi müəssisədə çalışan bütün əməkdaşların ortaq məsuliyyətidir. Növbəti hissə nəzarət və qiymətləndirmədir. Müəssisədə gündəlik daxili nəzarət aparılmalıdır. Mümkün risklər və vaxtında müəyyən edilən məsələlər araşdırılmalıdır və aradan qaldırılmalıdır. Müntəzəm yoxlamalar keçirilməli, nəticələr təhlil olunmalı və gələcəkdə təhlükəsizlik səviyyəsinin daha da artırılması üçün tədbirlər planı hazırlanmalı və bu planlar çərçivəsində bütün işlər həyata keçirilməlidir. Digər vacib istiqamət isə sənədləşmədir. Yəni təhlükəsizliklə bağlı bütün təlimatlar, protokollar və göstərişlər qaydalara uyğun şəkildə saxlanılmalıdır. Baş vermiş hadisələr xüsusi jurnalda qeyd edilməli, onların səbəbləri araşdırılmalı və eyni hadisələrin təkrar yaşanmaması üçün profilaktik, yəni öngörücü, önləyici tədbirlər həyata keçirilməlidir. Sağ hissədə isə əməkdaşlıq və maarifləndirmə məsələsi qeyd olunur. Təhlükəsizlik yalnız bağçada təmin olunmamalıdır. Valideynlər də bu prosesin aktiv iştirakçısı olmalıdırlar. Tərkib hissəsinə çevrilməlidirlər bu prosesin. Müəllimlə valideyn arasında daim əlaqə saxlanılmalı. Valideynlər təhlükəsizlik qaydaları barədə məlumatlandırılmalı və ailə ilə müəssisə arasında vahid təhlükəsizlik mədəniyyəti formalaşdırılmalıdır. Bu təqdimatımızın son mərhələsində demək istərdim ki, gigiyena qaydalarına riayət olunması, ilkin yardım bacarıqlarının mənimsənilməsi və təhlükəsiz öyrədici mühitin yaradılması məktəbəqədər təhsil müəssisəsində uşaqların sağlam böyüməsini, onların təhlükəsiz davranış vərdişlərinin formalaşmasını və keyfiyyətli təlim-tərbiyə prosesinin əsasını təşkil edən məsələlərdir. Və bu sahədə hər birimizin məsuliyyəti var və yalnız birlikdə çalışdığımız zaman uşaqlar üçün həqiqətən sağlam və təhlükəsiz bir gələcək qura bilərik. Bu proseslər fonunda məktəbəqədər təhsil müəssisəsində çalışan tərbiyəçi müəllimlərimiz olaraq gigiyena qaydalarının nə qədər vacibliyinin, mühümliyinin olmasını qeyd etsək də, arzu edirəm ki, təhlükəsizlik məsələləri ilə bağlı real hadisələr yaşanmasın, amma bunu bilmək, bu bacarıqları yiyələmək bizim hər birimizin tərbiyəçi müəllimlər olaraq deməli vəzifə ötərikləridir və bu işinizdə əlbəttə ki, sizə uğurlar arzu edir. Hər bir zaman sağlam mühitdə gələcəyimizin, yəni belə deyək, o kiçik yaşlı körpələrin gələcək üçün sağlam böyüməsinin təşkilatçısı olan siz müəllimlərimizin daim bu prosesdə hərəkətverici qüvvə olmanızı nəzərə alaraq sizlərin hər birinizə təşəkkür edir və işlərinizdə nailiyyətlər arzu edirik. Hər zaman kimi sizinlə
Bu prosesin sonunda sağollaşıram və əlbəttə ki, yeri video slayda veririk. Sağ olun, salamat qalın. Hər kəsə salam. Biz bugün doğrudan da çox vacib, mən deyərdim ki, hər bir təhsil işçisinin mükəmməl bilməli olduğu bir mövzunu dərindən incələyəcəyik. Bugün uşaqların inkişafında ən həssas dövr olan məktəbəqədər təhsildə təhlükəsizlik, gigiyena və təcili yardım standartlarından danışacağıq. Baxın, bunlar sadəcə kağız üzərində yazılmış quru qaydalar toplusu deyil. Bu məlumatlar uşaqlarımızın sağlamlığını qoruyan, bəzən isə sözün əsl mənasında həyat xilas edən çox dəqiq bir mexanizmdir. Bir sözlə, tam diqqətiniz məndə olsun, gəlin dərhal başlayaq. Bugünkü izahlı təqdimatımızda toxunacağımız əsas məqamlara qısaca nəzər salaq. 1. Gigiyena və sanitariya normaları. Sonra, ilkin yardım və təcili hallar. 3. Ən çox edilən səhvlər və onların doğru yanaşmaları. Daha sonra, təhlükəsiz mühitin təşkili, ardınca gündəlik nəzarət və ən nəhayət, real situasiyalar və valideynlərlə əməkdaşlıq məsələlərini tam detalları ilə əhatə edəcəyik. Birinci bölməmizə, yəni gigiyena və sanitariya normalarına keçid edək. Bilirsinizmi, məktəbəqədər yaş dövründə uşaqların mərkəzi sinir sistemi o qədər yüksək plastikliyə malikdir ki, hər şey bir süngər kimi canlarına çəkirlər. Məhz bu xüsusiyyət sayəsində çox sadə fiziki hərəkətlər qısa müddətdə şuurlu, qalıcı vərdişlərə çevrilə bilir. Götürək elə əl giglenasını. Burada məşhur 20 saniyəlik yuma qaydası mütləqdir, yəni bu bir standartdır. Tərbiyəçi uşağa 5 kritik anı mütləq aşılamalıdır. Hansılardır bunlar? Qrupa girəndə, yeməkdən əvvəl, tualetdən sonra, gəzintilən qaydanda və əlbəttə asqırdıqdan sonra. İndi burada bir fərq var. Bir 3 yaşlı körpələr qrupunda bu proses təbii ki, böyüklərin, yəni bizim birbaşa köməyimiz və uşağın bizi təqlid etməsi ilə baş verir. Amma artıq 3-6 yaşlı orta və böyük qruplarda mənzərə dəyişir. Uşaq artıq əllərini müstəqil yumalı, hər yeməkdən sonra ağzını ilıq su ilə sərbəst yaxalamalı və ən əsası fərdi dəsmalından doğru şəkildə istifadə etməyi bacarmalıdır. Amma gigiyena təkcə uşaqların fiziki bədəni ilə bitmir axı, düzdür? Otağın havası, yəni mikroklimatı da eyni dərəcədə, bəlkə də daha çox vacibdir. Otaq üçün tələb olunan bu rəqəmlər kimsənin xəyal məhsulu deyil, sırf tibbi normalardır. Deməli, qrup otaqlarında temperatur daim 20-22 dərəcə olmalıdır. Yataq otaqlarında biraz daha sərin, 18-20 dərəcə, aktiv hərəkət olan idman zallarında isə 17-19 dərəcə təmin edilməlidir. Rütubətə gəldikdə, o 40-60% həddində tənzimlənir. Baxın, burada çox vacib, bəlkə də ən həlledici bir məqam var – havalandırma. Havalandırma transonal, yəni qarşılıqlı şəkildə yalnız uşaqlar otaqda olmadıqda aparılmalıdır. Uşaqlar otaqda ola-ola cərəyanlı havalandırmaya, o bizim dildə desək məşhur skvaznyaka, qətiyyən heç bir halda yol verilmir. Həmçinin unutmayaq ki, otaqlar hər gün ən azı 2 dəfə sabunlu sodalı məhlulla, nəm üsulla təmizlənməlidir. İndi isə keçirik ikinci, bəlkə də ən hələcanlı və məsuliyyətli bölməmizə. İlkin yardım və təcili hallar. Təsəvvür edin, istəməsək də qəfil bir bədbəxt hadisə baş verdi. Belə onlarda panika ən böyük düşmənimizdir. Çünki burada ardıcıllıq sadəcə hər şeydir. Bizim qanunvericiliklə təsbit olunmuş çox qəti xronoloji addımlarımız var və bu zənciri qırmaq olmaz. Birinci və ən həlledici addımımız – sakitliyi qorumaq. Özümüz sakitləşirik və dərhal digər uşaqların təhlükəsizliyini təmin edirik. Sonra ikinci addım olaraq dərhal köməkçi tərbiyəçi vasitəsilə bağçanın tibb işçisini çağırırıq. Əgər görürsünüzsə ki, vəziyyət ağırdır, gözləmirik. Üçüncü addım dərhal 103 və ya 112 nömrəsinə zəng vururuq. Baxın, yalnız bu 3 addımdan sonra valideynə və müdiriyyətə xəbər verilir və əlbəttə paralel olaraq tibb heyəti, yəni peşəkarlar gələnə qədər uşağa zərər vurmayacaq şəkildə standart protokollar çərçivəsində ilkin yardım göstəririk. Bəs bu ilkin yardım praktikada necə olmalıdır? Gəlin ən çox rast gəlinən hallara baxaq. Əgər uşağın nəfəs yoluna yad cisim düşübsə və görürsünüz ki, uşaq göyərir, dərhal hərəkətə keçməliyik. Əgər bu 1 yaşa qədər körpədirsə, uşağı üzü aşağı, başı gövdəsindən biraz aşağı olmaqla qolumuzun üstündə tuturuq və kürək sümükləri arasına 5 dəfə dəqiq zərbə vururuq. Yox, əgər uşaq 1-6 yaş aralığındadırsa, o zaman məşhur Heimlich manevrini işə salırıq. Uşağın arxasına keçirik, yumruğumuzu düz göbəklə xəncərə bənzər çıxıntı, yəni qabırğaların birləşdiyi yer arasına qoyuruq və içəriyə, həm də yuxarıya doğru 5 kəskin təkan edirik. İndi isə gələk digər bir çox yayılmış hala, burun qanaxması.
Aramızda yəqin çox adam uşaqlıqda bu səhvi görüb və ya edib. Burun qanayan kimi başa arxaya qatlamaq. Dostlar, bunu qətiyyən heç bir halda etmirik. Çünki qan mədəyə və ya tənəffüs yoluna axa bilər. Düzgün yanaşma nədir? Uşağın başı yüngülcə önə eyilir, burun pərəsləri barmaqla 7-10 dəqiqə dayanmadan sıxılır və peysərə, yəni boynun arxasına soyuq kompres qoyulur. Yanıqlar, sınıqlar və ya elektrik zədələnmələri. Bu vəziyyətlərdə bizim reaksiyamız sadəcə sürətli yox, həm də çox dəqiq olmalıdır. Məsələn, termik yanıq, yəni isti bir şeydən yanan zaman yara nahiyəsi mütləq dərhal axar soyuq suyun altında 15-20 dəqiqə ərzində saxlanmalıdır. Sonra isə üzərinə quru, steril sarğı qoyulur. Əgər sınıq şübhəsi varsa, ən vacib qayda uşağı qətiyyən yerindən tərpətmirik. Hər hansı bərk karton və ya taxta tapıb yüngülcə şina qoyuruq ki, həmin nahiyə hərəkətsiz qalsın. Və elektrik zədələnməsi. Bu çox təhlükəlidir. Tərbiyəçi belə bir halla qarşılaşanda instinktiv olaraq uşağa tərəf qaçmamalıdır. Niyə? Çünki ilk növbədə öz təhlükəsizliyini təmin etməlidir. Özü də zədələnsə uşağa kim kömək edəcək? Ya dərhal rubilniki, yəni əsas cəryan mənbəyini söndürürsünüz, ya da cəryan keçirməyən quru bir taxta parçası, məsələn süpürgə sapı ilə uşağı cəryan mənbəyindən uzaqlaşdırırsınız. İndi isə ən kritik vəziyyətlərdən birinə diqqət edək. Hər hansı bir uşaq səhvən təmizləyici maddə və ya digər kimyəvi bir maye içibsə, ağlımıza ilk gələn onu qusturmaq olur. Lakin ehtiyatlı olun. Kimyəvi zəhərlənmədə uşağı qusturmaq qəti qadağandır. Səbəbi çox sadədir. O kimyəvi maddə mədədən geri qayıdarkən yemək borusunu ikinci dəfə yandıracaq və vəziyyəti qat-qat ağırlaşdıracaq. Etməli olduğumuz tək şey ona çox kiçik qurtumlarla təmiz su verib dərhal təcili yardımı gözləməkdir. Digər qorxuducu vəziyyət hərarətlə bağlıdır. Bəzən uşağın temperaturu 38,5 dərəcəni keçdikdə febril qucolma baş verə bilər. Uşaq əsir, bəzən gözləri bərəlir. Belə anlarda uşağı dərhal hamar bir səthə, böyür üstə uzadırıq və ətrafındakı bütün sərt, zərər verə biləcək əşyaları uzaqlaşdırırıq. Çox xahiş edirəm, ağzına qaşıq salmaq, dilini dartıb çıxarmaq kimi cəhdlərdən uzaq durun. Bunlar tamamilə yol verilməzdir. Və bu bizi gətirib çıxarır 3-cü bölməmizə. Səhvlər və doğru yanaşmalar. Nəyi etmək olar, nəyi qətiyyən yox. Bilirsiniz, bəzən bizim sırf kömək etmək niyyətimiz uşağa çox böyük zərər vura bilər. İstər-istəməz nənələrimizdən, böyüklərdən gördüyümüz, amma əslində tamamilə yanlış olan instinktiv vərdişlərimiz var. Gəlin onların üzərindən bir dəfəlik xətt çəkək. Yanıq olan yerə yağ sürtmək, xama sürtmək, diş pastası çəkmək və ya o yaranan qabarcıqları partlatmaq, bunları mütləq unuduruq. Bunlar sadəcə yaranı infeksiyalaşdırır. Bizə lazım olan tək şey soyuq su və quru steril sarğıdır. Qıcolma məsələsinə yenə qayıdıram. Qıcolma keçirən uşağın ağzını zorla açıb ora qaşıq salmaqla uşağın dişlərini qırar, hətta qırılan dişin nəfəs borusuna qaçıb tənəffüsü bağlamasına səbəb ola bilərsiniz. Sadəcə böyrü üstə uzadırıq və əssalam. Və bayaqda dediyimiz kimi kimyəvi maddə içəni qusturmaq yaxud boğulan uşağın ağzına barmaq salıb o yad cismi kör-koranə axtarmaq, bütün bunlar qətiyyən olmaz, çünki barmağınızla o cismi biraz da dərinə itələyə bilərsiniz. Keçək 4-cü bölməmizə, təhlükəsiz öyrədici mühitin, yəni həm daxili, həm də xarici şəraitin düzgün təşkili. Daxili mühiti dizayn edərkən hər bir detal birbaşa uşağın ölçülərinə, onun baxış bucağına və hərəkət dinamikasına uyğun hesablanmalıdır. Məsələn, döşəmə sürüşkən olmamalıdır. Mebellərin iti, kəskin ucları olmamalıdır. Ən əsası isə hündür şkaflar, rəflər mütləq şəkildə divara bərkidilməlidir. Təsəvvür edin, uşaq onun üstünə çıxmağa çalışdı, şkafın aşma riski tamamilə sıfıra endirilməlidir. İndi çox diqqətli olun. 1-3 yaşlı körpələr qrupunda oyuncaq seçərkən ölçüyə xüsusi baxmalıyıq. Həmin o oyuncaqların və ya onların hissələrinin diametri mütləq 3 sm-dən böyük olmalıdır. Niyə? Çünki kiçik olduqda o birbaşa uşağın nəfəs borusuna gedə bilər, boğulma riski yaradır. Həmçinin uşaqların müstəqilliyini dəstəkləmək üçün sanitar qovşaqdakı əl üzyanların hündürlüyünə diqqət yetirək, orta qrup üçün bu hündürlük 0,4 metr, böyük qruplar üçün isə 0,5 metr olmalıdır ki, uşaq rahatlıqla əlini yuya bilsin. Uşaqlar otaqdan kənara, yəni həyətə çıxdıqda da təhlükəsizlik qaydaları davam edir. Xarici mühitdə eyni ciddiyyətlə regulyasiya olunur. Əgər bağçanın müstəqil binası varsa, qaydalara görə ərazidə hər uşağa təxminən 35 kvadrat metr yer ayrılmalıdır və bu ümumi ərazinin ən azı 40%-i sırf yaşıllıq zonasından ibarət olmalıdır. Lakin yaşıllıq deyib keçməyək. Burada çox ciddi bir qayda var. Kölgəlik yaradan böyük ağaclar bağça binasından mütləq 15 metr aralıda əkilməlidir. Kollar isə 5 metr aralıda. Səbəb,
həm qruplara düşən təbii günəş işığının qarşısını almamaq, həm də təhlükəsizlik yaratmaq üçün. Təbii ki, ərazidə hər hansı zəhərli və ya tikanlı bitkinin əkilməsi müzakirə belə edilə bilməz. Bu qətiyyən qadağandır. Bəs mühəndis texniki təhlükəsizlik bu bizim otaqlarda bəlkə də hər gün gözümüzə dəyməyən, görünməyən, amma əslində ən güclü siperimizdir. Düşünün, bütün elektrik rozetkaları, ştepserlər döşəmədən ən azı 1,8 metr hündürlükdə yerləşdirilməlidir ki, uşağın əli çatmasın. Əgər aşağıdadırsa, mütləq xüsusi qoruyucu, açar tipli qapaqlarla kilidlənməlidir. Avadanlıqlar torpaqlanmalıdır. Yanğın təhlükəsizliyi baxımından isə tavanlarda tüstü detektorları, dəhlizlərdə yararlılıq müddəti mütəmadi yoxlanılan yanğın söndürənlər olmalıdır. Amma ən əsası dostlar, qızıl qayda budur. Evakuasiya yolları, ehtiyat çıxış qapıları heç vaxt, heç bir halda köhnə mebellə, yeşiklə, hər hansı bir əşya ilə tutulmamalı, daim təmiz və sərbəst olmalıdır. Baxın, o sərbəst evakuasiya yolları bizə məhz indi fövqəladə hal baş verəndə lazım olacaq. Yanğın siqnalı çalındı. Tərbiyəçi və onun köməkçisi nə etməlidir? Onlar sözün əsl mənasında bir komanda kimi, İsveçrə saatı kimi dəqiq işləməlidirlər. Müəllim dərhal sərt, amma sakit səslə uşaqları cərgəyə düzür, nəfəs yollarını tüstüdən qorumaq üçün onlara yaş dasmallar tutturur. Bu zaman köməkçinin vəzifəsi tamam başqadır. O dərhal qrup jurnalını götürür, qaça-qaça tualetdə, yataq otağında və ya şkafın arxasında gizlənən, qorxan hər hansı uşağın qalmadığını yoxlayır, eyni zamanda otağa oksigen axınının qarşısını almaq üçün, çünki oksigen yanğını daha da gücləndirir, pəncərələri və qapını örtür və beləcə müəllim cərgənin önündə, köməkçi arxada olmaqla uşaqlar sürətlə binadan çıxarılır. Kənardakı təhlükəsiz toplanış nöqtəsində isə dərhal jurnal üzrə sayma aparılır. Hər kəs buradadır, əla. Və yavaş-yavaş gəlib çatırıq 5-ci bölməmizə, gündəlik nəzarət və risklərin idarə edilməsi. Biz tərbiyəçi, müəllimi, düzdür, amma əslində eyni zamanda bir risk meneceri kimi düşünməyi bacarmalıyıq. Gün ərzində gördüyümüz hər bir xırda ehtimal olunan təhlükəni beynimizdə sürətlə analiz etməliyik. Bu nə qədər ehtimal olunandı və baş versə təsiri nə olar? Məsələn, uşaqları sanitar qovşağına aparırsınız və görürsünüz ki, döşəmə nəmdir. Nə düşünürsünüz? Sürüşmə riski. Ehtimalı çox yüksəkdir, uşaq qaçır. Təsiri çox ağır ola bilər, başını vura bilər. Deməli, preventiv müdaxilə olaraq bura dərhal rezin matraslar sərilməlidir və ya qurudulmalıdır. Yaxud həyətə çıxmısınız, oyun meydançasında yelləncəyin zəncirinin biraz aşındığını görürsünüz. Heç nə olmaz deyib keçmək olmaz. Bunun uşağa təsiri çox ağır ola bilər. Deməli, gözləmirik, texniki işçiyə xəbər veririk, müdaxilə dərhal yerində edilir. Bütün bu riskləri azaltmaq üçün tərbiyəçinin gündəlik avtomatlaşmış bir təhlükəsizlik yoxlaması rutini olmalıdır. Günə necə başlayırıq? Səhər işə gələn kimi dərhal pəncərələri açıb otağı havalandırırıq, sonra nəzərimizlə otağı süzürük, mebellər sabitdirmi? Elektrik rozetkaları yerindədirmi? Yerdə hər hansı sınıq oyuncaq, iti bir əşya qalmayıb ki? Daha sonra keçirik sanitar qovşağa. Döşəmə qurudumu? Dəsmallar asılıbmı? Və nəhayət günorta gəzintisinə, uşaqları həyata çıxarmazdan əvvəl tərbiyəçi birinci özü gedib oyun meydançasını yoxlayır, yerdə hər hansı şüşə qırığı, itidaş, heyvan nəcisi, zibil varmı? Varsa təmizlənir, yalnız ondan sonra uşaqlar gəzintiyə buraxılır. Nəhayət, gəldik sonuncu, lakin ən həlledici bölməmizə. Tətbiqi pedaqogika, real situasiyalar və valideynlərlə əməkdaşlıq. İndi gəlin biraz psixologiyadan danışaq. Məktəbə qədər yaşlı uşağa, səhərdən axşama qədər bunu etmə, ora qaçma, ona əl vurma deməyin, inanın ki, demək olar heç bir nəticəsi yoxdur. Niyə? Çünki onların təfəkkürü məntiqi yox, əyani obrazlıdır. Onlar görərək, hiss edərək, oynayaraq öyrənirlər. Biz təhlükəsizlik qaydalarını interaktiv, maraqlı yollarla aşılamalıyıq. Məsələn, yanğın söndürənlər iş başında, kimi rollu oyunlar oynayaraq, yaxud hər hansı nağıldakı qəhrəmanın buraxdığı səhvi müzakirə edərək. Lakin ən çox işə yarayan, həqiqətən effektiv olan metod vizual piktoqramlardır. Dəhlizlərdə, otaqlarda sırf uşaqların boyuna uyğun göz səviyyəsində asılmış rəngarəng kiçik işarələr. Məsələn, yaş döşəmədə sürüşən bir adam şəkli, yaxud ocaqdan uzaq duran bir fiqur. Bu cür vizual xatırlatmalar uşaqlara səbəb və nəticə əlaqəsini qurmağa bizim quru xəbərdarlıqlarımızdan qat-qat daha çox kömək edir. Bəs nəzəriyyədən praktikaya keçsək? Gəlin 3 real vəziyyəti göz önünə gətirək. Birinci situasiya. Uşaqlar həyətdə oynayarkən 2 uşaq bərk qaçıb toqquşdu. Biri yıxıldı, dizini sıyırdı, digəri isə başını yerə vurdu. Belə hallara rastlaşmayan müəllim yoxdur, düzdürmü? Buradakı pedaqoji səhv panikaya düşüb, vay-vay edib uşaqları cəld ayağa qaldırmaqdır. Düzgün yanaşma necədir?
təmkinlə yaxınlaşmaq, dizi qanayan uşağın yarasını sakitcə hidrogen peroksidlə yumaq, başını vuran uşağı isə dərhal oturdub göz bəbəklərini və şuurunu yoxlamaqdır. Baş dönməsi, ürək bulanması varmı? İkinci situasiya. Uşaq fındıqlı bir peçenye yeyir və bir neçə dəqiqə sonra boğazında qaşınma hiss edir. Belə halda heç vaxt keçib gedər, su iç, uzan demək olmaz. Uşağı yatırtmaq qəti qadağandır, anafilaktik şok riski ola bilər. Dərhal tibb bacısı çağırılmalı və ehtiyac olarsa təcili yardıma xəbər verilməlidir. Üçüncü situasiya. Uşaq yaradıcılıq dərsində qayçı ilə barmağını yüngülcə kəsdi. Pedaqoji səhv dərsi yarımçıq saxlamaqdır. Xeyr, dərsi ləğv etmirik, sakitcə yaraya antiseptik vururuq, təhlükəsizlik qaydasını hamıya bir daha xatırladıb, məşğələni ümumi nəzarət altında davam etdiririk. Uşaqlarda psixoloji qorxu yaratmırıq. Və əlbəttə, valideynlər. Biz nə qədər mükəmməl mühit qursaq da, bu ekosistem valideynlərsiz natamamdır. Biz evlə birgə işləməliyik. Tədris ilinin dərhal əvvəlində ilk işlərimizdən biri hər bir uşaq üçün onun xroniki xəstəliklərini, hansı dərmana və ya qidaya allergiyası olduğunu əks etdirən sağlamlıq kartı toplamaqdır. Biz bilməliyik kim nəyə həssasdır. Daha sonra valideynlərə mütəmadi olaraq tövsiyə bülletenləri verməliyik ki, uşağa bizim bağçada öyrətdiyimiz o gözəl gigiyena vərdişləri evdə həftə sonları da pozulmasın, davam etsin. Və ən əsası, bu çox vacibdir, valideynlərə həm fərdi, həm də iclaslarda çox ciddi şəkildə xəbərdarlıq edilməlidir. Nəyə görə? Uşaqların cibində bağçaya o kiçik muncuqları, saqqızı, hər hansı bir ev dərmanını, yaxud quz uşaqlarının qulağında asanlıqla açıla bilən sallanan sırğaları gətirmələrinə qətiyyən icazə verilməməlidir. Çünki bunların hər biri potensial boğulma, udulma riskidir. Beləliklə, bu hər tərəfli izahlı təqdimatımızın sonuna gəldik. Sonda hamımızın, hər bir təhsil işçisinin özünə verməli olduğu çox vacib, biraz da sərt bir sual var. Sizin yaratdığınız, işlədiyiniz təhsil mühiti doğrudanmı hər bir xırda detalına qədər planlaşdırılmış mütləq təhlükəsizliyə sahibdir? Yoxsa indiyə qədər başınıza iş gəlməyibsə, bu sadəcə şansınızın gətirməsidir. Ümid edirəm bugün öyrəndiklərimizdən sonra fərqi gördünüz. Uşaqların həm fiziki, həm də psixoloji sağlamlığı bizim o sistemləşmiş gündəlik vərdişlərimizdən, bu dəqiq və bəzən güzəştsiz protokollara şuurlu şəkildə riayət etməyimizdən asılıdır. Məlumatları qəbul edin, mühitinizi bugündən etibarən yenidən qiymətləndirin və hər zaman hazırlıqlı olun. Diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.